Herkese selam. Yeni bir derse hoş gelmişsiniz. Bugün sizinle yeni bir idiomatik ifade öğrenirik. Jemanden auf den Arm nehmen. Alman dilinde jemanden auf den Arm nehmen ifadesi idiomatik bir ifadedir ve gündəlik danışıqda tez-tez işlenen bir zarafatlı deyimdir. Azərbaycan dilinə aşağıdakı kimi tərcümə olunur. Kimisə zarafatla aldatmaq, kiminsə başına yumşaq formada oyun açmaq və yaxud da kimisə ələ salmaq, yəni yumorla. Birinci nümunəyə baxaq. Das glaubst du doch nicht wirklich. Ich habe dich nur auf den Arm genommen. Buna doğrudan inandınmı? Mən sadəcə sən zarafata saldım. Zarafata salmaq, auf den Arm nehmen. Bu cümləmiz perfekt mürəkkəb keçmiş zamana aiddir. İkinci nümunə. Er nimmt alle ständig auf den Arm. Das ist typisch für ihn. O hamını daim ələ salır, bu onun tipik davranışıdır. Ələ salmaq, auf den Arm nehmen. Bu cümləmiz isə presens indiki zamana aiddir. Bugünlük bu qədər. Hər kəsə təşəkkürlər.